Quranda var, bəzi adamın canını alanda mələklər deyir, niyə özünüzü bu günə qoydunuz? Yəni, nə gündəsiz siz? Yox, valla çətindir, valla yalan danışırsan. Allah bəndəsinə əziyyət verir, Allah bəndəsinə əziyyət vermir. Allahın Peyğəmbəri deyir, mənim dinim asandır, dini bu gətirib, sən desən çətindir. Deyir, mənim dinim asan dindir, sən desən çətindir. Yalan danışmamaq çətin işdir, yalan danışmaq. Sən ki, yalan danışanda üzün qızarır, vicdanın əzab çəkir, çətin danışmaq da yalanı. Uşaq yalan danışanda üzün pərt olur, üzünün rəngi dəyiş. Sən bütün quruluşunu elədik, sənin üçün çətin olsun o pis şeylər eləmək. Hətta deyir, ürək döyüntüsünə baxırlar, görürlər ki, tezləşir yalan danışanda, anormal haldır çünki. Sonra sən davamlı danışırsan, asanlaşdırırsan özü. Yavaş-yavaş vicdanın səsini susturursan, yavaş-yavaş utanmaq hissini itirirsən və yavaş-yavaş sənin üçün asanlaşır. Əslində çətini asanlaşdırdın sən. Düz danışmaq asan idi.